Mərasimin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Türk İnteqrasiya Olimpiyadasının ideya müəllifi və layihə rəhbəri Dosent Şəmil Sadiq bildirib ki, Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" tarixi fikirləri bu olimpiyadanın mayakı olub. Olimpiyada Türk xalqlarının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədi ilə təşkil olunub. Olimpiyadanın 2025-ci il buraxılışında Türk dövlətlərindən 13-16 yaş aralığında 3000-dən çox şagird iştirak edib. 8 ölkədən 170 şagird final mərhələsində iştirak üçün haqq qazanıb. Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, elm adamları, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. Final mərhələsində həmçinin Türk Dünyası Ortaq Mədəniyyət Festivalı da təşkil olunub. 20 qalib qızıl, 20 nəfər gümüş, 20 nəfər isə bürünc medala layiq görülüb. Bundan əlavə, ən yüksək nəticə göstərən 3 şagird Türkiyənin Doğu Akdeniz Universitetindən 100% təqaüd əldə edəcək. Mükafatlandırma mərasimində qaliblərə medallar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. İştirakçılar sırasında Yaxşıların Yaxşısı nominasiyasının qalibi qızıl alma mükafatına layiq görülüb. Suallar məhz Türk dünyasını ifadə edən suallardır. Niyə? Çünki biz bir sualda həm Türk dünyası tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını ifadə eləmiş oluruq ki, bu suallara hamı eyni suala cavab vermiş olur. 13-16 yaşlı şagirdlər, düşünün, Qazaxıstandan gələn şagirdlər, Moldaviyadan gələn şagirdlər eyni suala cavab vermiş olur. Bu Türk dünyası ilə bağlı olduğuna görə daha çox dünya görüşü ifadə edən suallarımızdır və bu ilə özəl olaraq Olimpiyadanın kuboku, Türk'ün mifoloji simvolik rəmzi olan qızıl alma olacaq ki, kubok olaraq birinci yerə verilir. Olimpiyadanın ilk üçünə həm Qazaxıstanın Turan Universitetindən həm də Kıbrısın Doğu Akdeniz Universitetindən 100%'lik burs və imkansız qəbul var. Qeyd edək ki, Türk İnteqrasiya Olimpiyadasının Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiyadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.